İnsanlar ən azı 120 il yaşayacaq. Rusiyalı alim Aleksandr Sergeyev bildirib ki, insan ömrü 120 ilədək uzanacaq. Onun sözlərinə görə bunun əsası erkən diaqnostika və daimi sağlamlıq monitorinqi olan insanın rəqəmsal sağlamlıq profili layihəsidir. Layihə biomedikal və rəqəmsal texnologiyalardan istifadə etməklə bədənin vəziyyətini davamlı izləməyi, xəstəliklər formalaşmadan aşkar etməyi və onların inkişafını gecikdirməyi hədəfləyir. Sergeyev vurğulayıb ki, xəstəliklər birdən-birə yaranmır. Uzun müddət ərzində bədən dəyişir. Bu dəyişiklikləri vaxtında görmək, lazımi tədbirləri görmək sayəsində xəstəliklər təxirə sala və yüngülləşdirilə bilər. Mütəxəssisin sözlərinə görə 20-ci əsrdə orta ömür təxminən 2 dəfə artıb, təxminən 40 ildən 70-80 ilə qədər. İndi isə elm, biologiya və texnologiyanın birgə inkişafı sayəsində 120 il ömür yeni hədəfdir. Eyni zamanda bu yanaşma yalnız fiziki deyil, məntiqi dolğunluq, yəni yaşla birlikdə zehni sağlamlıq və ruhi funksiyaların qorunması da nəzərdə tutur. Bu, uzun ömrün keyfiyyətli olmasını təmin etmək baxımından vacib hesab olunur. 101 yaşlı pensioner hər gün 2 saat məşq eləyir. İspaniyanın Mesayena şəhərindən olan 101 yaşlı qadın İnyaq Sillasa bir neçə illikdən sonra həyatını idmana həsr edib. O hər gün 2 saat idman salonunda qantellərlə məşq eləyir. Qadın 2-ci Dünya müharibəsinin, südvəzi xərçənginin, 2 dəfə bud sümüyünün çatlamasının, göz əməliyyatlarının və hətta 98 yaşında keçirdiyi COVID-19-un ardından belə aktiv həyat tərzindən əl çəkməyib. O 94 yaşında ilk dəfə zalı ziyarət edib və güc məşqlərinə başlayaraq bədənin orqanlarının və əzələlərinin möhkəmlənməsində çalışıb. O bildirir ki, güc məşqləri həm fiziki, həm də ruhi sağlamlığını qorumağa kömək eləyir. Mən idmanla yaşadığımı hiss edirəm. Bu həm bədənə, həm zehnə faydalıdır. Bununla yanaşı 101 yaşlı qadın uzun ömürlülüyünün başqa sirlərini də açıqlayıb. O əsasən meyvə-tərəvəz, zeytun yağı və digər faydalı yağlarla zəngin olan Aralıq dənizi dietasına sadiq qalır. Evli olanlar sosial şəbəkədə bunu etməsin. Türkiyənin Kayseri şəhərində Vəkillər Kollegiyasının üzvü Tevfik İmamoğlu sosial media istifadəçilərini xəbərdar edərək vurğulayıb ki, Yargıtayın 2-ci mülki dairəsi qərar çıxarıb. Qarşı cinsə aid fotoların sosial şəbəkədə bəyənilməsini etibar sarsıdan davranış hesab edərək bunun boşanma səbəbi ola biləcəyinə qərar verilib. Buna səbəb şikayətçi qadının ərinin digər qadınlarının fotolarını bəyənərək ona xəyanət etdiyini iddia edib. Məhkəmə bu səbəbdən bu işin mahiyyətini nəzərə alaraq ərini günahkar hesab edib. Apellyasiya prosesindən sonra qərar təsdiqlənib. Bu qərarla birlikdə sosial şəbəkələrdən istifadə ilə bağlı mühüm bir meyar məhkəmə sisteminə daxil olur. Artıq məhkəmələr sosial şəbəkədə edilən bəyənmələri qiymətləndirəcək. Beləliklə, sosial media davranışları boşanma işlərində konkret qüsur kimi qəbul edilir və bu cür rəqəmsal qarşılıqlı əlaqələr güclü sübut sayılır. Vətəndaşlara sosial mediadan istifadə edərkən bunu diqqətdə saxlamalarını tövsiyə edirəm deyə İmamoğlu bildirib. Əvvəllər insanlar fillerlərin tamamilə təhlükəsiz olduğunu düşünürdülər. Lakin MRT görüntüləri göstərir ki, prosedurdan sonra fillerlər toxumalarda qalır, şişir və hətta yer dəyişir. Bu qadın 6 il ərzində yalnız 12 milli filler vurduğunu bildirib. Lakin MRT nəticəsində bədənində 28 milli aşkarlanıb. Bu barədə Rusiyalı bloger Katya Kanasova paylaşım edib. Fillerlər suyu çəkərək toxumalarda şişir, həcmi böyüyür və üzün formasını dəyişir. Onlar bəzən tətbiq olunduğu nöqtədən başqa yerlərə hərəkət edərək asimetriya və deformasiyalar yaradır. Bu, uzun müddətli və görünməyən risklər. Estetik prosedurlar zamanı adətən xəstələrə açıqlanmır, deyə bloger araşdırmasından yola çıxaraq bildirir. Mütəxəssislər bildirir ki, filler yalnız estetik dəyişiklik deyil, üzün strukturuna da təsir edir və sağlamlıq üçün gizli təhlükə yaradır.
Yeni araşdırmaya görə azot oksidin ağır və müalicəyə davamlı depressiya hallarında davamlı effekt göstərə bilər. Alimlər bildirirlər ki, tək bir inqalyasiya 50% konsentrasiyada simptomlarda 24 saat ərzində əhəmiyyətli yüngülləşmə təmin edə bilər. Lakin bu təsir adətən bir həftədən sonra zəifləyir. Daha stabil və uzun müddətli effekt üçün mütəxəssislər təkrarlanan seansların vacibliyini vurğulayır. Eyni zamanda araşdırmada azot oksidin bəzi yan təsirləri, baş gicəllənmə, baş ağrısı və ürək bulanma müşahidə edilib. Lakin bunlar adətən qısa müddətə olur və ciddi sağlamlıq problemi yaratmayıb. Hazırda İngiltərədə National Health Service bu metodu klinik şəraitdə sınayır. Piyələnmə əleyhinə peyvənd çatmır. Ümumdünya Səhiyyə Təşkilatı piyələnmə ilə mübarizədə istifadə edilən GLP-1 qrupuna aid inyeksiyaların dünya əhalisinin böyük hissəsi üçün əlçatan olmadığını açıqlayıb. Təşkilatın yeni təlimatına görə bu dərmanlardan faydalana biləcək insanların 10%-dən azı onları əldə edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yüksək qiymət, məhdud istehsal gücü və təchizat zəncirindəki problemlər qlobal çatışmazlığın əsas səbəbləridir. Proqnozlara görə artıq 1 milyarddan çox insan piyələnmə ilə yaşayır və tədbir görülməzsə bu rəqəm 2030-cu ildə 2 milyarda çata bilər. Təşkilat GLP-1 inyeksiyalarının yalnız dərman deyil, uzun müddətli pəhriz və fiziki aktivliklə yanaşı tətbiq edildikdə effektiv olduğunu vurğulayır. Piyələnmə xroniki xəstəlik kimi qiymətləndirilir və ölkələrə dərmanların daha ədalətli paylanması tövsiyə olunur. Bitki əsaslı pəhriz saxlayan, xüsusilə vegan gənc qızlar sizi anemiya gözləyir. Yeni araşdırma göstərir ki, güclü menstruasiyalar və ət məhsullarını məhdudlaşdıran bitki əsaslı diyetalar yeniyetmə qızlarda anemiya riskini xeyli artırır. Təxminən 400 İsveçrəli gənc məktəbli qızın iştirakı ilə aparılan araşdırma göstərib ki, güclü menstruasiyalar və ət məhsullarının məhdud istehlakı dəmir əksikliyinə yol açır. Tədqiqat PLOS ONE jurnalında dərc olunub. Alimlər məqalədə bildirib ki, 14% dəmir əksikliyi, fiziki yorğunluq, diqqət və zehni zəiflik, eləcə də depressiya kimi simptomlara səbəb olur. Bu vəziyyət yeniyetmələrin inkişaf və təhsil dövründə əhəmiyyətli təsir yaradır. Lakin kifayət qədər dəmir qəbulu ilə əksər təsirlər geri çevrilə bilər. Araşdırmaya görə qızların 53% menstruasiya zamanı güclü qanaxmadan şikayət edib. Bu da idman və gündəlik fəaliyyətə mənfi təsir göstərir. Mütəxəssislər vurğulayır ki, dəmir əksikliyinin qarşısını almaq üçün yeniyetmələr balanslı qidalanmalı və lazım gəldikdə dəmir əlavələri qəbul etməlidirlər. Xüsusilə güclü menstruasiyaları olan və bitki əsaslı diyeta ilə qidalananlar diqqətli olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Avropa və Mərkəzi Asiyada təxminən 44,8 milyon qadın anemiyadan əziyyət çəkir. Korset və dar geyimlər sağlamlığa zərər vurur. Yenidən dəb olan korsetlər, bədən formalaşdırıcı bodilər və korreksiya edici corablar uzun müddət geyildikdə insan orqanizminə ciddi mənfi təsir göstərir. Bu barədə Rusiyanın Perm Politexnik Universitetinin elmi müşaviri, tibbi elmlər namizədi Sergey Solotnikov danışıb. Uzun müddət sıxılma diafraqmanı və ağciyərləri təzyiq altında saxlayır. Nəticədə səthi nəfəs alma, oksigen çatışmazlığı və hətta ürək fəaliyyətində də pozulmalar baş verir. Həzm sistemi yavaşlayır, mikroflora dəyişir, qəbizlik və iltihabi xəstəlik riski artır. Dar geyim əzələləri zəiflədərək düzgün duruşa mane olur, nevroloji ağrılar və əlavə ürək-damar yükü yaradır. Xüsusilə bədən formalaşdırıcı bodilər qadınlar üçün risklidir. Yanlış ölçü və uzun müddət geyinmə daxili orqanlara, reproduktiv sistemə təsir edərək menstruasiya pozuntularına səbəb olur. Çanaq bölgəsində ağrılar başlayır və əzələlər zəifləyir. Dar geyim limfa axınını da pozur, ödəm və detoks funksiyasının azalmasına gətirib çıxarır deyə mütəxəssis xəbərdarlıq edir. Rəsmi qurumlar Coca-Cola-nı məhkəməyə verir. Asıllıq yaradan maddələr qatdığını iddia edirlər. San Francisco şəhərinin rəsmiləri 10 aparıcı qida istehsalçısına, o cümlədən Kraft, Mondelez və Coca-Cola'ya qarşı iddia qaldırır. Şəhər rəsmiləri bu şirkətləri təkrar emal edilmiş qidaları qəsdən sağlamlığa zərərli və asıllıq yaradan məhsullar kimi satışa çıxarmaqda və reklam vasitəsilə sağlamlığa zərərli məhsulları təşviq etməkdə ittiham edirlər. İddiada vurğulanır ki, şirkətlər
hökumətlər istehlakçılara məhsulların zərərlərini demir və bu Kaliforniya qanunlarına əsasən ictimai qayda və ədalətli rəqabət prinsiplərini pozmaqdır. Məqsəd qida firmalarının sağlamlıq xərclərinə görə məsuliyyət daşıması və gələcəkdə aldadıcı marketinq taktikalarının dayandırılmasıdır. Şəhər rəsmiləri bildirir ki, təkrar emal edilmiş qidaların artan istehlakı ilə eyni dövrdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərin faizi yüksəlib. İddia sənədində bu vəziyyət ictimai səhiyyə krizi adlandırılıb. Bu iddia Amerika Birləşmiş Ştatlarında dövlət orqanları tərəfindən qida şirkətlərinə qarşı təkrar emal edilmiş məhsulların zərərliliyinə dair olan ilk nümunələrdəndir. Əgər məhkəmə şirkətlərin lehinə qərar qəbul etməzsə, bu Amerika Birləşmiş Ştatlarında ərzaq təhlükəsizliyi və marketinq siyasətində mühüm president ola bilər. Yenidən təxirə salındı. Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin müstəqil peyvənd məsləhətçiləri hepatit B peyvəndinin yeni doğulmuşlar üçün tətbiqi ilə bağlı mühüm səsverməni yenidən təxirə salıb. İmmunlaşdırma təcrübələri üzrə məsləhət komitəsinin üzvləri iclasda dəfələrlə dəyişdirilən səsvermə mətninin qeyri-müəyyənliyini əsas göstərərək qərarın cümə gününə keçirilməsinə səs veriblər. Mütəxəssislərin sözlərinə görə doğuşdan dərhal sonra vurulan hepatit B peyvəndi Amerika Birləşmiş Ştatında körpələr arasında yoluxma hallarını demək olar ki, tam aradan qaldırıb. Ona görə də bu siyasəti dəyişmək üçün çox güclü və etibarlı elmi sübutlar tələb olunur. Məşhur oyun servisinə giriş məhdudlaşdırılıb. Rusiya Roblox oyununun platformasına girişə məhdudiyyət tətbiq edib. 3 dekabrda yayılan məlumata görə platformanı ekstremist materialların yayılması və LGBT təbliğatı ilə bağlı ittiham edərək bloklayıb. Qurum bildirib ki, Roblox uşaqların mənəvi və ruhani inkişafına mənfi təsir göstərə biləcək uyğun olmayan kontentlə zəngindir. Roblox nümayəndəsi Reuters açıqlamasında şirkətin fəaliyyət göstərdiyi ölkələrin qanunlarına hörmətlə yanaşdığını vurğulayıb. Platformanın öyrənmə, yaradıcılıq və təhlükəsiz ünsiyyət üçün imkan yaratdığını qeyd edib. Şirkət təhlükəsizliklə bağlı qabaqlayıcı sistemlərə malik olduqlarını da açıqlayıb. Bu il üçün gündəlik aktiv istifadəçi sayı 151,5 milyon olan Roblox daha əvvəldə İraq və Türkiyədə oxşar səbəblərlə qadağan edilmişdir. Ödənişli atalıq məzuniyyəti üçün son addımlar. Milli Məclisin Regional Məsələlər Komitəsində atalıq məzuniyyəti ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə atalara uşağın doğulması ilə əlaqədar verilən 14 günlük məzuniyyətin ödənişli statusa keçirilməsinə nəzərdə tutur. Bu dəyişiklik təsdiqlənərsə, doğumla bağlı arayış təqdim edən atalar 14 təqvim günü ərzində əmək haqqı ilə təmin olunacaqlar. Hazırda qüvvədə olan qanunvericilik atalara yalnız ödənişsiz məzuniyyətin verilməsini təsbit edir. Yeni layihə isə ailənin gücləndirilməsi və uşağın qayğısında atasının rolunun artırılmasını məqsədi daşıyır. Müzakirələrdə bildirilib ki, məzuniyyətin müddəti dəyişmir, yalnız ödəniş mexanizmi əlavə olunur. Sənəd komitə səviyyəsində razılaşdıqdan sonra plenar iclasa çıxarılacaq və qəbul ediləcəyi halda 14 günlük ödənişli atalıq məzuniyyəti rəsmən qüvvəyə minəcək. İtaliya İsveçrə Universitetinin Biotibbi Tədqiqatlar İnstitutu tatuların immun sisteminə təsirini araşdıran geniş miqyaslı tədqiqat aparıb. Alimlər ən çox istifadə olunan 3 mürəkkəb rəngini, qara, qırmızı və yaşılı analiz edərək onların orqanizmdə necə davrandığını izləyib. Tədqiqat göstərib ki, tatu zamanı dəriyə yeridilən mürəkkəb yalnız yerli nahiyədə qalmır, həm də bədən boyunca yayılaraq immun sisteminin hüceyrələrində illərlə qala bilir. Makrofaqlar adlanan əsas immun hüceyrələri bu pigmentləri parçalaya bilmədiyi üçün hüceyrə ölümü və uzun müddətli iltihab yaranır. Qırmızı və qara mürəkkəbin təsiri daha çox müşahidə olunub. Siçanlar üzərində aparılan sınaqlarda mürəkkəb hissəcikləri sürətlə limfa düyünlərinə toplanıb və 2 ay ərzində orada qalıb. Alimlər bu nəticələrin insanlar üzərində əlavə araşdırmalarla təsdiq edilməli olduğunu bildirir.
turş konfet panika üçün sadə həll yoludur. Mütəxəssislər bildirirlər ki, narahatlıq və panika zamanı düşüncələr sürətlənir, bədən isə donur. Bu zaman diqqəti indiki an üzərinə cəmləmək üçün sadə üsullardan biri çox turş dadlı konfet yeməkdir. Kliniki psixoloqlar izah edirlər ki, turş dad beynin sensor sistemi vasitəsilə ani reaksiya yaradır. Bu diqqəti qarışıq düşüncələrdən ayrılaraq bədəni və zehni indiki anla əlaqələndirilir. Nəticədə ürək döyüntüsü normallaşır, nəfəs tənzimlənir və insan özünü daha stabil hiss eləyir. Psixoloqlar vurğulayır ki, bu üsul müalicə əvəzi deyil, lakin panika zamanı qısa müddətdə özünü toparlamaq üçün faydalıdır. Onlar bunu diqqət cəmləmə texnikası adlandırır və gündəlik stressin idarə edilməsində sadə və əlçatan üsul kimi tövsiyə edirlər. Bu metod ilə bağlı araşdırmalar Science, Nature Page və kliniki psixoloqların elmi nəşrlərində yer alıb.